Dindən salam. Atam, axırı ki bizə qiymət qoydular. Nə qədər qiymət versələr yaxşıdır? 1200 manat. Doğulanda da 600, öləndə də 600 manat pul verəcəklər. Bu heç birini eləmir ha. Özünüz bilirsiniz hə. Yeganə ölkəyik ki, bizdə doğum evində təkcə qadınları yox elə kişiləri doğuzdururlar. Öləndə də indi göz qabağındadır da 347 cüm axşamı bunlar bir qırağa. Elə qəbrin özünü qazdırmaq 500-600 manatdır. Deyəcəkdim ki, insana sağlığında qiymət verin. Onu da vermişsiniz də 600 manat. Tin News, tinimiz düzdür. Azərbaycan Dövlət Su Ehtiyatı Agentliyi, ADSİ. Adından bəllidir. Qardaşı sizə tərcümə eləsin də. AD Rus dilində cəhənnəm, Sİ İngilis dilində dəniz. ADSİ-nin sədri Zaur Mikhailov. Siz bilərsiniz, cəhənnəmdə dəniz olacaq, yoxsa orada şöçük qoyacaqsınız. Hala mən deyəm, Patamdatda yaşayıram, bir gündən bir su verirsə cəmaata. Qeydib deyirsən, su tarifləri, xərcləri ödəmir. Bəs yaxşı, xeyr ola, 800 minə 14 dən maşın almısan idarə və, hə? Mağul əyitmə şöçük qoyanda korobka qoymadılar. Zəng vurdum qaynar xəttinizə, soyuq danışdılar. Deyirəm, ala, bu şöçükü qoyanda korobkasını xeyr ola qoymamışsınız. Deyir, yox, müəllim, o vaxtı korobka yox idi, indi gəlib. Deyirəm, elə lap yaxşı da, indi gəlib gətir qoy da. Deyir, yox, qoyan icazə qoymur. Qoyaq. Mənə bax, bu korobkanı qoyanını hardan tapaq? Hə? Deyirəm, əcəb işə düşmüş, lap. Şöt çıxsa dolanmışsın hamını. Tələsmə, Zaur, tələsmə. Sən də çıxıb gedəndən sonra sənə də qoyan tapılar. Şöt çıx. Elə korobkasız. Tin News, tinimiz düzdür. Ayda! Belə körpü görmüşdünüz? Azərbaycan Avtomobil Yerüstü Dövlət Agentliyi. Ayda. Camaat. Ayda şəhərci üzvədir. Siz bu boyda şəhəri şəhərciyə döndərmişsiniz. Öz gördüyünüz əməllərlə. Salih müəllim, Ziya Minyadovdakı körpü deyəsən, mostu qaçıb deyə taxta qoymuşsunuz. Hə? Elə bu cür hərəkətlərə görə sizə də düşür medal. Taxtadan qoyduğunuz dirək kimi. Atan balası, bunların qoyduqları dirəklər. Nə qədər dəyəri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.